İndi keçək səhifə 19-da 6 BY kateqoriyası. BY kateqoriyası icazə verəcək qoşqunun icazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq və avtomobilin yüksüz kütləsindən çox B kateqoriyasından olan avtomobilləri, hansı ki, ikisinin bir yerdə tərkibinin maksimal kütləsi olacaq 3500 kiloqramdan artıq. Deməli, bayaq biz dedik, B kateqoriyasından idarə edə bilirdik biz nəyi? Mini avtomobilini, hansı ki, sərnişin sayı olurdu maksimal 8. Yük avtomobilini, hansı ki, maksimal kütləsi olurdu 3500 kiloqram, yəni 3,5 ton və 750 kiloqram qoşqu apara bilirdik. 750-dən artıq qoşqunu o zaman apara bilirdik ki, həmin o qoşqunun kütləsi avtomobilin yüksüz kütləsindən çox olmasın və qoşqu plus avtomobilin ikisinin cəm olaraq kütləsi 3500 kiloqramdan artıq olmasın. İndi BY kateqoriyası bizə icazə verir 750-dən artıq bir qoşqu apar və bu qoşqu ilə ikisinin qoşqu plus yük avtomobili ikisinin cəmi 3500 kiloqramdan artıq da ola bilər və qoşqunun kütləsi qabaqdakı avtomobilin kütləsindən yenə artıq da ola bilər. Bunun üçün bizə lazımdır BY kateqoriyası. BY kateqoriyasını almaq üçün bizim olmalıdır ən az 19 yaşımız və 1 il təcrübəmiz. Deməli, 18 yaşında alırıq B kateqoriyasını, 1 il təcrübə qazanırıq, 19 yaşda alırıq artıq BY kateqoriyasını. Növbəti C1Y. C1 ilə biz nəyi idarə edə bilirdik? 3,5 tondan 7,5 tona qədər olan yük avtomobilini. Plus da 750 kiloqram qoşqu. İndi bu, bayaqki o C1-i biz 750 kiloqramdan artıq qoşqu ilə idarə eləmək üçün bizə lazımdır Y kateqoriyası. Və deyir ki, bu zaman avtomobilin gücsüz kütləsindən çox olmamalıdır qoşqu. Və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12 tondan çox olmamalıdır. Deməli, C1Y bizə icazə verdi 750 kiloqramdan artıq qoşqu aparaq. Nə ilə? 3,5 tondan 7,5 ton arası olan yük avtomobili ilə. Və dedik ki, bu zaman arxadakı qoşqunun kütləsi qabaqdakı yük avtomobilinin kütləsindən çox olmayacaq və ikisinin bir yerdə kütləsi 12 tondan çox olmayacaq. C1Y-ni də idarə eləmək üçün bizə lazımdır 19 yaş və 1 il təcrübə. Bayaqki kimi biz C1Y-ni nə vaxt aldıq? C1-i nə vaxt aldıq? 18 yaşımızda. 18 yaşda C1-i aldıq, 1 il təcrübəmiz oldu 19 yaşımız. 19 yaşda da C1Y-ni alırıq. CY. C ilə biz nəyi idarə edə bilirdik? 3,5 tondan artıq olan istənilən yük avtomobilini. Və həmin yük avtomobili ilə, həmin o C kateqoriyası ilə apara bilirdik 750 kiloqramdan çox olmayan qoşqu. 750-dən artıq qoşqu aparırıqsa, bizə artıq lazımdır C-nin böyründə bir dənə də Y kateqoriyası. Və C-ni idarə etmək üçün bizim olmalıdır ən az 21 yaşımız. C-ni biz neçə yaşda almışdıq? C-ni biz neçə yaşda almışdıq? 18 yaşda, düzdür? C-ni alırıq 21 yaşda. Deməli, bizə neçə il təcrübə lazım oldu? 3 il. 18 yaşda C-ni aldıq, 3 il təcrübəmiz oldu, 21 yaşda gedirik, bu C-ni alırıq. D1Y kateqoriyası. D1Y kateqoriyası sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqunun icazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12 tondan çox olmayan D1 alt kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək üçündür. Yenə D1Y. D1 nə idi? Balaca avtobuslar idi. 8-16 nəfər sərnişin tutan avtobuslar idi. Və bu D1Y ilə biz idarə edə bilirdik 750 kiloqramlıq qoşqu. Həm də arxasından 750 kiloqram qoşqu yükləyib apara bilirdik. 750 kiloqramdan artıqdırsa bizə yenə lazımdır Y kateqoriyası.
Və burada da bayaqki kimi, bu C1-dəki kimi qaydamız var. Deyirik ki, həmin o qoşqu avtomobilin yüksüz kütləsindən çox olmamalıdır və ikisinin bir yerdə kütləsi 12 tondan çox olmamalıdır. D1 yeni idarə eləmək üçün bizə lazımdır 25 yaş. Və biz demişdik bayaq, D1 idi, D idi. Bunlarda yaş məhdudiyyəti var idi ki, biz bunları ala bilirdik 23 yaşda və 65 yaşa qədər. D1-Y-də də yenə sonda da məhdudlaşdırma var. 25 yaşdan 65 yaşa qədər ala bilərik. 25 yaşda alırıqsa D1-Y-ni bizə neçə il təcrübə lazımdır? D1-i biz alırdıq 23 yaşda. 2 il təcrübə lazım oldu. Təcrübə keçəndən sonra 25 yaşda D1-Y-ni ala bilərik. Hansı yaşa qədər? 65 yaşa qədər. Növbəti DY kateqoriyası. D kateqoriyası bizə icazə verirdi 8 nəfərdən artıq istənilən qədər sərnişin daşıyan avtobusu idarə eləməyə və 750 kiloqramdan çox olmayan qoşqu aparmağa. 750-dən artıq qoşqu aparırıqsa yenə bizə lazımdır nə? D-nin bölüründə bir dənə də Y kateqoriyası, yəni DY kateqoriyası. DY kateqoriyasında idarə eləmək üçün bizim ən az yaşımız olmalıdır 26 yaş. Biz D-ni alırdıq 23 yaşda. 3 il təcrübəmiz oldu, 26 yaşda aldıq bu DY kateqoriyasını. Və bayaqçı kimi yenə maksimal 65 yaşa qədər ala bilirik bunu. Bir də var tramvay və trolleybusları idarə etmək üçün verilən sürücülük vəsiqəsi. Burada artıq rəqəmlər, hərflər yazılmır sürücülük vəsiqəsindəki A kateqoriyası, B kateqoriyası. Elə birbaş yazılır. Həmin sürücülük vəsiqəsində tramvay, trolleybus, yəni tramvay idarə etmək üçün olan sürücülük vəsiqəsidir. Trolleybus idarə etmək üçün olan sürücülük vəsiqəsidir. Bir də var sürücülük vəsiqəsinin etibarlılıq müddəti. Sürücülük vəsiqəsi bizə verilir və onun müəyyən etibarlılıq müddəti olur ki, həmin müddətdə sürücülük vəsiqəsi etibarlıdır. Bu hansı müddətdədir? Əgər yaşı 60-a çatmamış şəxsdirsə, sürücülük vəsiqəsi ona 10 illik verilir. Yəni, tutaq ki, mən almışam sürücülük vəsiqəmi 24 yaşımda və 34 yaşıma qədər həmin sürücülük vəsiqəsi etibarlıdır. 34 yaşım bitəndən sonra gedirəm sürücülük vəsiqəmi verirəm, bir də sağlamlıq haqqında arayışı verirəm, mənə təkrar başqa sürücülük vəsiqəsi verirlər. Yenidən şəklimi çəkirlər, başqa sürücülük vəsiqəsi hazırlayıb verirlər. Yaxşı, bəs 60 yaşdan çoxdursa, 60 yaşdan çoxdursa 70 yaşı tamam olana qədər keçən müddət. Tutaq ki, mən 24 yaşımda almışam. 34 yaşımda verildi bir də, növbəti 44 yaşımda, sonra 54 yaşımda və 64 yaşımda. 64 yaşımdan sonra 70 yaşıma qədər, yəni 70 yaşım olanda təkrar sürücülük vəsiqəmi dəyişdirməliyəm. Neçə il keçdi? 6 il keçdi. Başqa birində ola bilər ki, 62 yaşında dəyişdirəcək. 62 yaşında dəyişdirən adam bir də 70 yaşında dəyişdirəcək. Yəni 70 yaşı olan hər bir insan sürücülük vəsiqəsini dəyişdirir. Sadəcə müddətlər fərqli olur. Biri ola bilər ki, əvvəlki etibarlılıq müddəti bitəcək 62 yaşında. Məsələn, məndə 64 yaşımda bitəcək. 64 yaşımda etibarlılıq müddəti bitəcək və 70 yaşıma qədər 6 ildən sonra təkrar dəyişdirəsi olacaq. Elə adam var ki, tutaq ki, 18 yaşında alıbdır. O 68 yaşında ən axırıncını alır və 2 il sonra artıq dəyişdirməli olur. Aydındır. Bax, 18-də aldı, 28-də dəyişdirdi, 38-də 1, 48-də 1, 58-də 1, 68-də artıq yenidən dəyişdirir. Və 70-də 1 də dəyişdirməlidir. Deməli, üçüncü 70 və daha çox yaşı olan şəxslər üçün isə 2 ildir. 70 yaşından sonra isə hər 2 ildən bir sürücülük vəsiqəsini dəyişdirməlisən. Etibarlılıq müddəti maksimal 2 il olur. Dördüncü, siyahısı Azərbaycan Respublikası Müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət. Bəzi xəstəliklər var ki, həmin xəstəliklər olanda deməli, sürücülük vəsiqəsi verilir, amma onların tez-tez yoxlanmağa ehtiyacı var. Və ona görə də onların tibbi arayışında müddət göstərilir ki, məsələn, bu tibbi arayış 3 ay müddətinə qüvvədədir.
və həmin o tibbi arayışda göstərilən müddət bitənə kimi, ya da deyir, məsələn, 2 il müddətinədir, 1 il müddətinədir, 6 ay müddətinədir, bu qədər. Həmin müddətə qədər, müddət bitəndən sonra sürücülük vəsiqəsi yenidən dəyişdirilməlidir. Niyə dəyişdirilir? Çünki təzə tibbi arayışdan veriləcək, təzə tibbi yoxlanışdan keçəcək. Və həmin müddətdə maksimal 2 il ola bilər. 2 ildən çox ola bilməz. Daha sonra 6. Sürücülük vəsiqəsindəki məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində qeyd olunur. 7. Sürücülük vəsiqəsinin sahibi ona verilmiş sürücülük vəsiqəsini möhkəm saxlamalıdır. Və 9. Deyir ki, A, B, C, D, C, Y, D kateqoriyalarına daxil olan nəqliyyat vasitəsini, sürücülük vəsiqəsini, nəqliyyat vasitəsini idarə etmə hüququnu təsdiq edən sürücülük vəsiqəsi müvafiq olaraq A1, B1, C1, D1, C1Y və D1Y alt kateqoriyalarına daxil olan nəqliyyat vasitəsini idarə etmə hüququnu təsdiq edir. Bu nədir? Bu bayaq mənim dediyimdir. A ilə sürücülük vəsiqəmizdə A kateqoriyası varsa, həmin sürücülük vəsiqəsi ilə A1-ə aid olan nəqliyyat vasitəsini də idarə edə bilərik. B kateqoriyamız varsa, B1-ə aid olan nəqliyyat vasitəsini idarə edə bilərik. C kateqoriyamız varsa, həm də C1-ə aid olan nəqliyyat vasitəsini idarə edə bilərik. D varsa, həm də D1-ə aid olanı. Yəni, bu A1, B1, C1 alt kateqoriyalardır. Bunlar digərlərinin içində var. Yəni, A1 A-nın içinə daxildir. B1 B-nin içinə daxildir. D1 D-nin içinə daxildir və s. Üst kateqoriyalar varsa, alt kateqoriyalara aid olan nəqliyyat vasitəsini də idarə edə bilirik həmin sürücülük vəsiqəsi ilə.